Dünən axşam qızım istəyir ki, mənə mamam pirajki bişirək də, öyrət mənə. Deyirəm, hə, yaxşı. Məndə nə qədər reseptlər var. Qayıt dedi ki, yox mama, mən istəyirəm olsun uzun, belə də yumru olmasan, nazik belə. Deyirəm, hə, mən heç vaxt onu hazırlamamışam. Bizim ilə onu hazırlamışdı, elə onun resepti ilə dedim, yaxşı öyrətərəm səni. Deməli, kartoşkanı, püreni dünən bişirdik, soğansız. Maya öyrətdim, necə lazımdır hazırlamaq. 1 çay qaşığı maya, quru maya, 1 yemək qaşığı şəkər, 1 çay qaşığı un və 1 stakan ilıq su. 10 dəqiqə gözlədik, maya alındı. Deməli, reseptdə yazılır ki, 3 stakan un lazımdır. 450 qram eləyir bu stakanlı ilə də. Əlbəttə, qızım, elə necə var idi reseptdə elədi. Deməli, burada lazımdır 1 çay qaşığı alma sirkəsi, 1 dolu qaşıq mayonez, 1 stakan, deməli, yox, 2 stakan un əvvəlcə qatılır və 1 çay qaşığı duz. Ümumiyyətlə 3 stakan un gedirdi. Qızım da точно belə elədi, dəqiq. Xəmir bərk çıxdı. Xəmir burada çox yumşaq olmalıdır, belə ələ yapışqan. Uşaq bərt oldu demək yox da. Su qatdım, biraz mayonez qatdım. Sobaya 50 dərəcəyə qoydum ki, xəmir tez özünə gəlsin. Kündələrə yumruladıq, salafanla örtdük. Ondan sonra xəmir özünə gəldi. Və içi qoyub kartoşkalı içi, pirajki elədik. Yenə 15 dəqiqə, 20 dəqiqə gözlədik və sonra qızım başladı qızartdı. Mən özüm bu həftə yenə özüm bişirəcəm. 2 stakan un qatacağam. Baxacağam necə alınır xəmir. Xəmir çıxmalıdır srazu. Deməli reseptdə yazılıb ki, 7 dəqiqədən sonra, 7 dəqiqədən sonra xəmir özünə gəlir. Bizdə gəlmədi. Deməli bu reseptdə 350 qram, 300 qram un qatmaq.